Sonra bax, dördüncü deyir ki, mən gördüm ki, فَاِنِّ رَأَيْتُ النَّاسِ يَرْجِعُونَ اِلَى الْمَالِ وَالْحَسَبِ وَالشَّرَفِ. Mən gördüm ki, insanlar mal, dövlət, adsan, şərəf axtarır. İstir yaxşı insanların, hörmətli insanların yanında olsun. Ya, belə şeylər axtarır insanlar. Deyir, və Allahın bu ayəsinə baxdım. Gördüm ki, Allah Azza və Cəllə deyir ki, Aleyküm salam da, hoş gəlbsiz. İnnə əkramakum indallahi ətqakum. Deyir ki, sizin Allah qatında ən fəzilətliniz Allahdan ən çox qorxanınızdır. Yəni, mən gördüm ki, insanlar başqa insanlar yanında şərəf axtarırlar. Mən də Allah qatında şərəf axtardım. Bax, hansı yaxşı ola bilər? Allah qatında şərəfli olmaq, yoxsa insanlar qatında şərəfli olmaq? Subhanallah. Əgər kimi Allah ucaldarsa, heç kim onu alçalda bilməz. Kimi əgər Allah alçaldarsa, heç kim onu ucalda bilməz. Həqiqətən ucaldan da, aşağı salan da Allahdır Azza və Cəllə.